Bugün Rusiyanın Ukrayna'ya karşı agresif saldırısından 10 gün geçti. Ukrayna ordusu ve güvenlik güçleri tarafından direniş geniş vasitede devam etmektedir. Elə bir direniş ki, çok büyük ihtimalla Putin ve Rusiyanın muharebe kararını verenlerin hesabına yerleşmemiştir. Rusiya ve başta olarak Putin'in acımasız ve agresif saldırıları uşaq, qadın, yaşlı ve esas da sivil insanların durumunu nəzərə almadan şəhərlərə və yaşam bölgələrinə devam etməkdədir. Ukraynanın müharibə bölgələrindən və şəhərlərindən gələn xəbərlər və hətta görüntülərə görə Mariupol, Donetsk, Xarkiv və son günlərdə Kiyev insanı Suriye savaşında məhv olan və yıxılan şəhərləri xatırladır. Ukraynada bugün həqiqətən bir insani dram yaşamaqdadır. Mültəci, qaçqın axınları müharibə bölgələrindən hər gün keçdikcə çoxalmaqdadır. Bugün 1.300.000 ölkəni tərk edən mültəci qaçqından söz gedir və bu sayının 4 milyona qədər artması öngörülür. Vladimir Zelenski, Ukraynanın Cumhurbaşkanı, hər saat geçdikcə sıxışdırılır və ən son çağırışda NATO ölkələrindən Rusiyanın havadan saldırını dayandırmasını önə sürmüşdü. Amma Amerika və Avropa Birliyi bu tələbə yox demişlər. Batı ölkələri tərəfindən silah və informasiya yardımı Ukrayna devam etməkdədir. Bu silahların veya bu informasiyanın Ukraynada müharibənin sonuçlarına nə etki verəcəkdir deyə bugündən bəlli etmək əlbəttə ki, mümkün ola bilməz. Bir tərəfdən də Rusiyaya qarşı yaptırımlar, təhrimlər çox geniş vasitədə devam etməkdədir. Bu yaptırımlar, təhrimlər yavaş-yavaş tamam alanları, tamam sahələri, siyasətdə, iqtisadiyyatda, hətta incəsənət və son zamanlarda eşitdiyimizə görə spor sahələrini də belə qapsamaqdadır. Küresel şirkətlər, o cümlədən Facebook, Twitter və başqa sosial medialar iki tərəfli dayandırılmaqdadır. Dünən Rusiyada geniş bir sansor quralları ələ alındı və hətta müharibə ilə müxalifət göstərənlər belə 3 il zindanla təhdid oldular. Rusiya bu dəngəsiz, saldırgan siyasətlə dünyada güvənlik siyasətlərin geniş vasitədə etki altına almışdır. NATO'ya üzvü olmayan balaca ölkələr, o cümlədən Finland və İsveç, Rusiyanın agresiyasına qarşı NATO'ya üzv olmağını önə çəkmişdir. Bu gedişat küresel çapda yenə də fərqli ölkələri, fərqli siyasi buluçlara geniş vasitədə bölmələrin söz konusu olması meydandadır. Diqqət etdiyimizdə NATO'nun Rusiya və özəlliklə Putinin inadcıl və saldırgan və dəngəsiz Ukrayna qarşı işgal hərəkatı qarşısında təmkinli davranması gözə çarpır. Putinin dəngəsiz və inada dayanmış bu işgal siyasəti tamam kürənin həyatını təhlükəyə salmaqdadır. Nüvə silahı ilə təhdid etmək, inadla Ukrayna bizimdir demək və Ukraynada şəhərlər yerlə yeksan etmək heç rasyonal bir siyasətə uyğun görünməməkdədir. Xəbərlərə görə Putin Rusiyada geniş sansor yürütməklə Rus kamuoyunu olumsuz gəlişmələr etkisi altında qalmasın deyə bu sansorları əmələ geçirmişdir. Bu sansor siyasəti Putinin amaclarını göstərmədədir. Nə olur olsun Ukrayna işgal etməliyik. Hətta dünyanı nüvə və ya atom silahları ilə təhdid etsək belə. Belə gəlir ki, NATO ölkələrin Putinin Ukraynada işgal siyasəti qarşısında təmkinli davranmaları Putinin psikoanalizinə dayanır. Bu adam təhlükəli və inad əsasında dəngəsini itirməyə kapasitəsi olan birisidir deyə Rusiyanın işgal siyasəti və gələcək dünya güvənliyi təmin olsun deyə Ukrayna və ümumiyyətlə Batı ölkələrinin güvənliyini təmin etmək üçün düşünür və daşınır. Aydınca desək, NATO ölkələri müharibə sahəsində çarəsizlik siyasəti çərçivəsində Ukrayna yardım etməyə çaba göstərirlər. Bu yardımlar və Ukraynanın əskəri və lojistik gücü hara qədər yetə bilər deyə hər kəs quşquludur. Amma hər halda sonuc hələ də bəlli deyil.
dünyanın qulağı xəbərlərdə. Ukrayna-Rus istilası gəlirsə, dünya siyasəti geniş və amma çox geniş bir dönüş və dəyişikliyə uğrayacaq. Bu dönüş və dəyişimi bu gündən belə görmək mümkündür. Eyni halda Rus istilası İranda da negativ etkilər qoyacaq və siyasi mücadilənin havasını daha qaranlıqladacaqdır. Ukraynada Rus istilası İran rejiminin də aqressiv siyasətlərinə daha geniş zəmin yaradacaqdır. Bu gedişat hara qədər gedə bilir deyə bilmə bu gündən mümkün deyildir.